gəlin sözü verək. Söz verdim. Mən yadıma salıb deyəcəm. Cəmal İsmailovun atasına Kəlmədən şəhidlərin şarkında o da öz sözünü desin. Sağ olun Mehmet Ali, Allah sana sağ olun. Bunların hamısı tanıyabilir. Özün də dəvət, bizə dəvət lazımdır. Biz fəxrlə yəni bu şəhidlərin ziyarətinə gəlmək bizə ən yüksək borc, ən böyük hikmət şərəflə gəlirik. Burada bizim ən yaxınlarımız əfsanəvi taborun valideynləridir, analarıdır. Yəni ki, fərq eləmir, Şəhriyar olsun, Sülfanı olsun, Kərim olsun, Kamil olsun. Onlar bizi için öz canımızdan da əziz bir qəlbimizə yer tutur. Allah onların ruhunu şad eləsin, məqamlarını uca eləsin. Allah onların ailələrinə, yerdə qalan bağlarına can sağlığı səbr diləyirəm. Allah bu eldən buradan gələn şəhid valideynlərdən də minnətdaram ki, düğünləri, Nəsib qardaşımızı, Xalidə bacını şəhriyarımızın ocağında bir cəm oldular. Allah hamısının can sağlığı. Çox sağ olun. Allah huzur olsun, Allah size səbir versin. Siz Seymanlıqda bütün valideynlərə sağlık. Bəli, ya dedim ki, Bəxtiyar müəllimdən bir söz deyəcəm, başım qarışdı. Yaranışdan bilirik ki, ömrə nəhayətdir ölüm. Zamanın hökmü budur, hər kəsə qismətdir ölüm. Hələ biz dərk etməmişik bu ölümdən otayı, necə idrakımıza, gör necə sərhəddir ölüm. Bəşər ölməzsə bu dünya qocalar, yenilənməz. Ulular söylədi, torpaq ilə vəhdətdir ölüm. Bax, vəhdətdir ölüm, görürsünüz. Bu əsl vəhdət bax buradan başlayır, belə bir yerdən başlayır. Amma bizim başqa bir əqrabamızın, valideynlərimizin dəfn olunduğu qəbirstanlıqlara getsək, burada görürsünüz ki, əməl-i salihət də var, salih əməl sahibi, ən günahkar adam da var. Amma belə bir yerlər, belə bir qəhrəmanlar olan bir yerlər elədir ki, bunlar hamısı görürsən ki, necə bir ağacda alma bir-birinə bənzəyir, bax o cürünə parlaqdılar. Niyə? Çünki onların qanı yerə düşməmiş, hər şey bağışlanır, hər şey keçilir. Mən həmişə bir dua eləyərəm ki, ilahi, o gün üçün mən sənin yanında, Peyğəmbər yanında və qəhrəmanlarımızın yanında məni xəcalətli eləyəcək günahlarım varsa, məni bağışla. O cümlədən də hamımızı. Allah